Mərhum Hüseyn Arifin belə bir şeiri var, şeir deyilmi? Onun ilk bəndi belədir. Məndən təzə şeir xəbər alan dost. Bəs yazın gəlməsi şeir deyilmi? Gəzməyə çıxanda çölün çəmənin üzünə gülməsi şeir deyilmi? Şair demək istəyir ki, ətrafına bax, gözünü aç. Həyatda o qədər gözəlliklər var ki, onlar şeirdir. İndi mən sənə bir sual vermək istəyirəm. Qarabağın əsas heyətində heç bir futbolçu indiyə qədər Çempionlar Liqasının əsas mərhələsində oynamamışdı. Bu heyətlə Qarabağın Benfica qalib gəlməsi şeir deyilmi? Pedro Bicalho ötən mövsüm Portuqaliyanın 2-ci liqasında oynamışdı. Camilo Duran, bunlar Portuqaliyada oynaya Benfica'nın oyunlarına televiziya vasitəsilə baxıblar. Ya da ən yaxşı halda bilet alıb stadiondan gedib Benfica'nın oyununa baxıblar. Amma indi həmin komandaya qarşı stadionda çıxıb qalib gəlmələri şeir deyilmi? Pedro Bicalho'nun oyunun ən yaxşı seçilməsi şeir deyilmi? 2-0 geridəsən 16-cı dəqiqədə sanki hər şey bitib. Bundan sonra geri dönüş eləmək bu şeir deyilmi? Bizim insanların bu qədər sevinməsi, Qarabağ bunu elədi, bu şeir deyilmi? Qarabağ həqiqətən elə bir oyun göstərdi ki, bu fantastika idi, bu şeir idi, bu gözəllik idi, bu poeziya idi. Əhsən var olsun Qarabağ. Həqiqətən nə yaxşı ki, bizim belə bir komanda var. Mən şəxsən fəxr edirəm. Bütün Azərbaycana o gecə elə bir qürur yaşatdı ki, şəxsən mən səhərə qədər, 6-ya qədər yatmadım. Yəni, yata bilmirdim. Elə bir adrenalin məndə yarandı ki, mən deyirdim ki, ya Allah, nə gözəl bir şeydir. Çempionlar Liqasında Benfica'nı səfərdə udmaq çox möhtəşəm bir his yaşatdı bizə.